Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 7829 cinayətin 87%-i açılıb. Cinayətlərin dinamikasında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,3% və ya 1101 fakt azalma qeydə alınıb. Bunu Daxili İşlər Naziri General-Polkovnik Vilayət Eyvazov Nazirliyin kollegi iclasında deyib. O qeyd edib ki, ağır və xüsusilə ağır cinayətlər, şəxsiyyət əleyhinə olanlar, oğurluqlar, dələduzluqlar, soyğunçuluqlar, hədə-qorxu ilə tələb etmələr, xuliqanlıqlar, ictimai yerlərdə, qrup halında və ailə münaqişəsi zəminində baş verənlər, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən və odlu silahın tətbiqi ilə törədilən hüquqa-zidd əməllərin sayı azalıb. Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, qəsdən adam öldürmələrin, qəsdən sağlamlığa ağır zərər vurmaların və digər cinayətlərin açılması yaxşılaşıb. Qeyri-legal dövriyyədən 1 ton 652 kiloqram, ötən ilin analoji dövrü ilə müqayisədə isə 333 kiloqram çox narkotik vasitə çıxarılıb. Əllərdə qanunsuz saxlanılan 2309 odlu silah aşkarlanıb. Nazir həmçinin cinayət yolu ilə şəxslərə vurulmuş maddi ziyanın 96%-nin istintaq prosesində ödənildiyini də nəzərə çatdırıb. Sonra gündəlik məsələlərlə bağlı Nazirliyin baş idarə, idarə və ərazi polis orqanlarının rəislərinin görülmüş işlər, əldə olunmuş nəticələr, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə çıxışları dinlənilib. Kollegi iclasına yekun vuran nazir cinayətkarlığa qarşı mübarizədə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində əldə olunan müsbət nəticələrin inkişaf etdirilməsini tələb edib. Törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipinin reallaşmasında polis orqanlarının istintaq və təhqiqat qurumlarının mühüm rolunu, bu istiqamətli işin düzgün təşkilinin, cinayətlərin açılmasında və araşdırılmasında, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasında, vurulmuş maddi ziyanın ödənilməsində əhəmiyyətini də qeyd edib. Həmçinin elektron xidmətlər portalı üzərindən göstərilən daha 31 adda dövlət xidmətinin mobil tətbiqlərinin hazırlandığını və s. digər vacib məsələləri də diqqətə çatdırıb. Tıxacların yaranmasına da diqqət çəkən nazir aidiyyatı qurumlarla birgə bu cür halların, qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını, yol nəqliyyat qəzalarından qorunması işinin effektivliyinin artırılmasını da tələb edib. Yekunda Daxili İşlər Nazirliyinin mediaya ən açıq qurumlardan biri olduğunu qeyd edərək, mətbuat xidmətinin fəaliyyətinin daha səmərəli təşkili, informasiya məkanında rolunun artırılması, görülən işlər və həyata keçirilən tədbirlər barədə məlumatların ictimaiyyətə operativ çatdırılması üçün tapşırıq və tövsiyələrini də verib.